Salam qızlar, kanalıma və yeni bir vloguma xoş gəlmişsiniz. Necəsiniz canlar? İnşallah ki, hər kəs yaxşıdır. Mən soruşsanız, mən də yaxşıyam. Allahın izni bir günə başlamışıq. Demək, ağacdan, ərik ağac, öz ağacımızdan ərik dərmişəm. 2 bu qədər də hələ soyuducu da var. Bunu çıxartdım ki, qəşəng yuyum. Bu qaba doldurmaq istəyirəm. Rəhmətli nənəmdən yadigar olan bir qabdır. Bura dolduracağım. Normalda əvvəllər nənəm bura konfet ya da ki, pesok falan tökərdi. Nasıl ürəyim istədi. Bu rənglə bu rəng uyur deyə meyvələri bura doldurum. Belə meyvələrimi doldurum. Biz səhər yeməyin bu arada eləmişik. Mən prosto biraz vlogu gec başlatdım. Ondan sonra günorta yeməyini inşallah pişirəcəm. Günorta yeməyini pişirəndə bərabər pişirək inşallah. Bunları yuyaq qəşəng. Yuyaq. Qoyaq. Biraz buna xal düşüb. Heç olmaz yeyəndə kəsərik. Qabımın rəngi ilə əriyin rənginin uyumuna baxın. Maşallah olsun. Aparım evə, evdəkilər qoyulsun. Nə yoldaşım, nə Ömər. Yuyub qoymasam əlbəttə ki, yada düşmür. Ömər lap balacadır, amma yoldaşım da heç yada salmır. Açır soyuducunu görür ki, orada nə qədər meyvə var, heç yada salmır. Belə aparım yesinlər biraz. Sonra gəlin, birlikdə yeməyimizi pişirək inşallah. Bu dəfə dedim makaronu belə biraz qovurum. Sonra üzerine dökərəm, üstünə çıxan qədər. Sonda da biraz pişsin. Belə qaba servis edəndə üzərinə holland pendiri deyirəm, sərpişdirərəm. Bir tərəfdə də göyərtim qalıb. Amma evdə də yumurtam bitib. Yoldaşımı gözləyirəm ki, yumurta alsın, gətirsin. O da işlədir. Dedim, heç də olmaz. Çünki həmişə normalda çiğ demək, belə tort kimi, pirog kimi eləyəndə onu çiğ göyərtləri doğrayıram, qəşəng, soğan falan içine doğrayıram, yumurta vururam, pirog kimi pişirirəm. İndi bu dəfə heç nə olmaz, belə eləmərəm. İndi qovuraram onu soğanla, gətirəndə yoldaşım yumurtanın üstünə vuraram. Belə biz çox sevirik, qatıq, yanında belə göyərti, yumurta, biraz da makaron, xoşlayırıq. Belə bir şey eləyəcəm. Qəşəng qovrulsun birazdan. Qəşəng kərə yağında qovururam qızlar. Dadlı olur onda. Eləməmişsinizsə bir dəfə belə hazırlayın. Uşaqlar da sevəcək. Üzərinə holland pendir vəbşə süper olur. Biz yeməyimizi yedik, əlhəmdülillah. Demək qablarım çıxdı. İndi onları yuyacağım. Otağı yığışdırım. Belə. Hələ qaldı makarondan da. Holland pendirdən servis eləyəndə üstünə əlavə eləmişdim. Qovaşqabda çox dadlı olur qızlar belə. Ondan da artıq qalmışdı. Makaron üstünə tökdüm. Burada da kükümdür. Bunları yuyaq bir yerdə. Qızlar gəldim qabyanın başına. Bu arada yoldaşım mənə su süzüb. Deyirəm, ana içmirəm mən qazinovunu sudan. Daha süzüb deyə atmıram. Heyfim gəldim və içim. Ben çayniklerine boşaldım. Kızlar, qazım elə çox yağlı deyil. Sadəcə yüngülvari makaron suyu falan sıçrayıb belə. Yəni qızartma belə görməmişəm də. Ona görə dəmirləri çıxartmayacağım. Bu dəmirləri üstündə siləcəm bugün. Hər gün ehtiyac yoxdur. Niyə o qədər yoldaşım xoşuna gəldi ki, çox dadlıdır. 2 dəfə çəkib yiyib. Nə vaxtı mən o sadə belə makaronumu qovrulmamışım. Qovurub hazırlanırdım. Evdə də qəşəng ətir bürür. Belə qovrulanda makaron verir şey.
Biz bu makaronu qovurduk ama yəni çayını da indidən almayayım. Çayını da sər yumuşam. Ona görə bunu da sürdüm. Necə istidir. Hər dəfə qızlar mən bunu göstərəndə məndən soruşurlar bunu hardan almışsınız, amma mən hədiyyə almışdım. Bilmirəm hardan alıb, özüm heç yadımda deyil. İndi qəşənglə çay dəmləyək. Çay dəmləyib, sonra rakfinaliden sürtüm. Bugün ev işi belə bir iş görməmişəm, görməyəcəm də çünki tərtəmizdir hər yan, tərtəmiz görkədir. İşıq düşür. Baxıram bir atdan ki, o nə işıqdır hələ. Həyat işıqdır. Domates soslayayım buraları. Kızlar bu bezi bundan da kuruluyorum. Bunu atacağım yumağa. Bir iki tane başka temizlik bezlerim vardı. Onu bir yere atacağım olsun. Bir de buradan teşekkür ederim. Axırıncı dəfə vlogda demiştim ki, Günücü xanım mənə yazır ki, nə bilim hicaba keçəndən yavaş danışırsınız, ürəyimiz sıxır falan. Oradan aydınlıq gətirmişdim, açıqlama vermişdim ki, yəni hicablı xanım həm danışığına, həm davranışına, hərəkətlərinə həm küçədə, həm evdə mütləq fikir verirlərdi. Çünki nümunə olur. Ona görə də mənə gözəl mesajlar yazan xanımlar vardı, onu da deyim. Təşəkkür edirəm bütün qızlara, çox sağ olun, minnətdaram. Yazmışsınız ki, bəzi Züleyyə bacı, əksinə biz rahatlaşırıq, sakit danışırsan, həlim danışırsan, biz sakitləşirik, rahatlaşırıq. Belə yorumlar görəndə də çox sevinirəm, çox təşəkkür edirəm hər kəsə. Xoş sözlərinizə görə çox minnətdaram. Hadi bunu atım, qəşəng. Bu yarıma düşdü birdən, də qoydayım. Kızlar, yeməkləri də qoymuşam, biraz soysunlar. Biraz konfet de doldurdum. Çayım da demlendi. Pür rengi. Kızlar, geçen çayımı demledim. Süzdüm. Gedim çay bir stəkan içeyim. 5 dəqiqə oturum, dincəliyim. Sonra sizin üçün çəkəcəm nələr almışam. Bir də mənə nə hədiyyə veriblər, onu da çəkəcəm inşallah. Növbəti vloglarda
Son günlər nəyə başım qarışıb, hara çox gedib gəlmişəm, hansı tədbirlərdə iştirak etmişəm, onlar haqqında da sizinlə inşallah ki məlumat bölüşərəm Allahın izni ilə. Belə, mən yoldaşımla 5-10 dəqiqə biraz vaxt keçirdim, gəlirəm sizə geyimlərimi göstərəcəm. Demək qızlar, yuduq yığışdırdıq. Dedim gəlim aldıqlarımı sizinlə bölüşüm. Dünən evdən çıxmışdım çölə. Çöldə istədim çəkiliş edeyim getdiyimiz yerlərdən. Sadəcə telefonumun zaryadkası az imiş. Fikir verməmişəm. Ömərin əlindən tez tələsik çıxdıq evdən. Bir də gördüm ki, zaryadkam çox azdır. Çəkiliş eləsəm heç nə sönəcək telefonum. Ona görə çəkmədim, amma istədim bugün sizinlə aldıqlarımı bölüşüm. Özümə belə sadə tişörtlər almışam. Gördüyünüz kimi belə 2 dənə yaşıl. Bu arada evdə giyinməyiliyi mən çox sevirəm belə evdə finkanın, lasinin üstündən belə şalvar, rahat şalvarların üzərindən belə tişörtlər giyinməyi. Ümumiyyətcə xoşduram ki, məsəl üçün aşağı hissə çox bol olmasın şalvar, amma yuxarı qism rahat olsun, tişört olsun. Belə bir lasin aldım. Mən evdə sevirəm belə lasinlər geyimi. Çölə heç vaxt geyinməmişəm, heç başı açıq olan vaxtda da geyinməmişəm belə lasinlər çöldə, amma evdə geyinirəm, belə sevirəm, bəyənirəm. Həm idman falan eləyəndə də çox rahat olur evdə belə. Bu 4 dənə tişörtün hərəsinə 15 manat pul verdim. 2 dənə yaşıl, bir dənə ağ, bir dənə də boz almışam. Birini zaten əynimdə gördünüz indi. Sadəcə sizə göstərim deyə yenə qoydum ora. Bu arada yatmağa hazırlaşıram artıq. Ona görə də rahat əynimi dəyişdim. Elə dedim göstərim aldıqlarımı. Belə tişörtdən hərəsinə 15 manat verdim. Lasinə 20 manat ödəmişəm. Lasin çox keyfiyyətli lasindir. Bundan 2 dənə də almışam. Bir dənə də aldım evdə dəyişik olsun deyə. Belə köynəkləri almışam LC-dən. Lasində adi bir mağaza Neftçilərdə aldım. Sonra L'Oreal'ın belə bir tonalini kremini götürdüm. Tonalinisini çox mənə lazım idi. Yəni bitmişdi tonalinim. Birisi zaten mən hicabsız olan vaxtda çox make-up eləyən bir adam olmamışam heç vaxt. Sadəcə belə yüngül, solğun görünməyim deyə istifadə edirəm. Bilər bilinməz heç kim bilmir ki, mənim üzümdə kosmetika var. Belə. Bu da gözaltı qapadıcısıdır L'Oreal'ın. Bu da çox gözəldir. Bunu 22 manata aldım. Deyəsən 24 ya 25 manata da tonalinə pul verdim. İkisindən də çox razıyam. Artıq istifadə etmişəm. Çox qəşəngdilər. Bu arada Rossmann mağazasından almışam. Onu da deyim ki qızlar, Rossmann'ın bir çox yerdə filial var. Qarayevdə, Neftçilərdə, sahildə, Targovda. Yəni çox gözəl endirimlər var. Gedib yararlana bilərsiniz. Bir də Nivea'nın belə bir soft Nivea. Bir var Nivea o dədə babadan olan o mavi qab da. Onlar mənim çox üzümə də düşmür qızlar. Bilmirəm niyə. Elə bil ki üzüm kardon kimi olur onu vuranda. Amma əslində çox yaxşı nəmləndiricilərdir. Bilirsiniz köhnədən olan hər şey əslində çox keyfiyyətlidir. Düzdür, bəzi şeylərin keyfiyyətləri aşağı düşüb, amma Nivea'dır yəni. Başqa da bundan öncə aldığım nəmləndiricilər olub, amma o qədər də razı qalmamışam. Axşamlar yəni üz baxımımı edirəm, yatmazdan öncə kremi vururam, nəmləndiricimi və yatıram. Belə, bunu da 7 neçəsə pul verdim. 7.50 deyə 7.60 nəsə bax belə. Bu qabda olan Nivea'lar daha belə teksturası yumuşaqdır, nazikdir, daha adamın üzü ki nəfəs alır. Amma o biri Nivea'lar, məsələn, o birisi mavi qabdakı Nivea'lar mənim anamın üzünə düşür. Deyir ki, mənə elə bir hissiyat vermir, amma mənə üzüm elə bilirəm ki, nəfəs almır, çox qatıdır. Yəni onun kreminin teksturası da qatıdır. Belə bunları aldım. Yavaş-yavaş mənə lazım olan şeyləri alıram ki, yəni ehtiyac olanda mən ümumiyyətcə alışveriş edirəm. Mən çox sevmirəm. Belə bəzən düzdür xanımlarda baxıram, gəzirlər, nə gördülər alırlar, nə gördülər alırlar. Mən elə deyiləm. Yəni çox da israfı sevmirəm, amma ehtiyacım varsa, nəsə bitibsə, nəsə köhnəlibsə mütləq ki, əlbəttə özünə baxmaq da lazımdır. Almaq, alışveriş eləmək insanı özünü dəyərli hiss elətdirir həqiqətən. Siz də alın, aldırın. Sonra 2 dənə belə hicab aldım. Bir dənə bu bej rəngdə sadə mayiçli, bir də belə bardov rəngdə. Bu bardov rəng qara donlarla, qara katan donlarla yayda da taxmaq olar. Qışda da yəni vazgeçilməz bir rəng olur. Bej rəngdəki bütün yay yəni donları ilə mən çox düzdür alabəzək geyinməyi sevən adam deyiləm. Məsələn, yaşıl kofta, daha doğrusu yaşıl don giyinmişəmsə, məsəl üçün belə açıq rəngdə hicablar çox gözəl olur. Və yaxud mavi, yəni hər rənglə tutur da, belə ağ, bej, qara, bunlar ana rənglərdir. Yəni bunlar hər bir dondan tutur.
Bir də 3 manata belə bir təsbeh gördüm. Çox bəyəndim qızlar. O qədər gözəl hissiyat verir adam toxunanda. Belə barmaqlarının ucuna çox gözəl bir hissiyat verirdi. Aldım. Mən çox sevirəm belə fərqli-fərqli, yəni rəngdə təsbehlər evdə olsun. Yoldaşım da sevir, özünə kolleksiya edib. Mən də belə çox sevirəm. Belə bu qədər mənim alış-verişim. Bu arada hicablarımı 12 manata aldım. Arxa fonda baxmayın. Şifonerim açıq qalıb, unutmuşam çəkiliş vaxtı. Belə. Amma gördünüz də səliqəlidir. Bacımız səliqəlidir. Hə, oradan bağlamaq unutmuşam, nəzərimə çarpır. İndi baxıram, videoya səsləndirmə edirəm, nəzərimə çarpır. Bu arada videonun səsli şəkildə çəkmişdim. Sadəcə səsim axşama doğru biraz batdı deyə, biraz nasaz edim də demişdim sizə. Ona görə tezdən səs yazıram üstündən. Belə qızlar, videomu burada tamamlamaq istəyirəm. Ümid edirəm ki, bəyəndiniz bu videomu da. Bəyəndinizsə bol yorum yazmağı, bəyəni basmağı və abunə olmağı unutmayın. Və abunə ol sözünün yanında zil butonu var. Onu da bassaz daima məndən xəbəriniz olacaq. Videolarımdan, canlılarımdan. İnşallah ki, Allah nəsib etsə yeni görüşərik.